Salam, Qanlı İzlər podkastına xoş gəlmisiniz. Mənim adım Günay. Mənim isə Günel. Mənimsə Humay. Bugünkü bölümü ardını mən danışacağam sizə. Qaldığımız yerdən davam eləmək istəyirəm. Humayı tanıdığımız kimi bu yeni bir part 1, part 2 bölüm oldu. Düzü bunun bir filmi var Netflixdə, amma vermək istəmirəm. Çünki bir tərəfdən Netflix bunun filmi çox səhv çəkilib. O filmdə Liz'i tamamilə ayrı göstərdilər. O filmdə elə göstərirdilər ki, Liz güya heç vaxt bu adamdan şübhələnməyib, axıra qədər o adamın arxasında olub, amma bu əslində elə deyildi. Liz həmişə içində bir şübhə ilə yanaşırdı bu adama qarşı və o filmi gördükdən sonra da Liz öz kitabını qızı ilə bir yerdə çıxarıb ki, öz həqiqətini bütün insanlara çatdırsın. Ona görə film tövsiyəsi falan vermirəm. Sizin tövsiyəniz varsa verə bilərsiniz amma. Amma hələ bilmirik axı kimdir. Part 2'ye getirecek. Yox, Bilmirik kimdir. İndi burada böyük bir sual yaranır. Polis neynir? Polis bir sözlə çarəsizdir. O vaxtlar seri katil anlayışı olmadığı üçün polislər bu hadisələrin hamısına ayrı-ayrı baxırdı. Yəni bu qadınların itməsini birləşdirmirdilər. Onlar elə bilirdi ki, ya biri qaçıb evdən, ya biri səhv yola düşüb gedib, ya da ki, Ya da abort ya da aborta gediblər, ondan sonra evə qayıtmayıblar. Yəni uzun sözün qısası, onlar polis heç biri düşünmürdü ki, bunların arxasında bir seri katil ola bilər. Onu biləm ki, seri katil o bir dedektif var Amerika'da. John Douglas. Hə, onunla gəldi o seri katilin. anlayışı. Ki bu bölümdə yox, amma növbəti bölümlərdə bir neçə tanınmış seri katillərin katilləri barədə danışanda onun barəsində də danışacağıq. BTK olsun, Ed Kemper olsun. Onlar barədə danışanda John Douglas barəsində də danışacağıq. Polislər indi dediyim kimi bu hadisələrə ayrı-ayrı baxır və eyni vaxtda polis düşünür ki, bəlkə də gizli bir cəmiyyət var. Çünki qadınlar həmişə bir ay ara ilə itirdi. Onlar elə bilirdi ki, bu gizli cəmiyyət ola bilsin qadınları qaçırdıb qurban verirdilər. Yəni polisin də ikinci ehtimalı bu idi. Polis amma bir çox şeydən yenə də xəbərsiz idi. Eyni vaxtda Liz qardaşı və başqaları barədə bir iki şey demək istəyirəm. Liz qardaşı, dostları, yaxın qonşuları sonra deyir ki, onun bəzən üz mimikası tamamilə dəyişirdi. Gözlənilməyən bir an, yəni yemək yeyərkən, bir yerə gedərkən birdən-birə durduğu yerdə üz mimikası tamamilə dəyişilirdi və gözlərindən sözün əsl mənasında nifrət axırdı. Və elə olanda o birdən-birə durub gedirdi harasa və qaydanda yenə də hamının tanıdığı və sevdiyi o şəxs olurdu. Qısa vaxt sonra qəzetlərə yenə bir qadının itkin düşdüyü barədə xəbəri çıxırdı. Yəni ki, onun üz mimikası dəyişilirdi, ortadan yox olurdu, qayıdırdı və qısa vaxtdan sonra qəzetə bir qadın itkin düşməyi barədə xəbər çıxırdı. Günay, sən gülürsən. O şey olur, necə deyirlər, kişilik pozuntusu. Azərbaycan dilində o söz bilmirəm. Olur, bir neçə kişiliyi özündə cəmləyir Şizofren. və onu yox, o mənada şizofren yox. Şizofren biraz o öz yaşayır da. Filmlerde bir neçə kişiliği olur içində. Multiple Persönlichkeitsstörung. Şizofren. Şizofren. Vallahi şizofren. İlla şizofren. Okay, yəni şizofrenliyi nəsə əks etdirir bu indi danışdıqlarından sonra. Onun psixologiyası düzə ikinci bölümdə daha dərinə getməyi düşünürdüm. Amma bunu yadında saxlaya bilərsən. 1 iyun 1974-cü il. Liz ailəsini evə dəvət eləyir, çünki səhəri gün Molly kilsədə vəftiz olunacaqdı. O adam indi yenə mükəmməl ər və ata roluna bürünür, hamını pizza yeməyə dəvət eləyib və hər şey mükəmməl görsənir.
Yeməkdən sonra o sağollaşır. Düzü bu Lizin heç xoşuna gəlməmişdi, amma sorğulamadı. Yəni tamam deyir və razı qalır. O səhəri gün Molly'nin vəftizindən sonra yenə gəlir. Pizza yeməyini dəvət eləyir və hər şey mükəmməl görsənir. Yeməkdən sonra o sağollaşır və gedir. İndi hamı sevinclə Molly'nin vəftizindədir, yəni kilsədədir, amma təəssüf ki, o adam yoxdur. O Lizin vəftizindən sonra gəlir. Liz əlbəttə ki, indi çox əsəbidir və Lizin düşündüyü ilk şey o adamın ona xəyanət eləməyidir. Amma o deyir ki, bəhanə verir ki, maşını güya yolda qalıb. Liz amma bilmir ki, o əslində o gecə Brenda Ball adında 22 yaşında cavan bir xanımı qaçırdı. Mən amma sizə hələ bir məlumat verməmişəm. O gecə o adam əslində bir neçə xanıma yaxınlaşır. Əslində o həmişə elə gecələrdə əvvəlcə də bir neçə xanıma yaxınlaşırdı. Brenda'nın qaçırılmasından 2 saat əvvəl Filiz adında bir xanımla görüşüb. Filiz 19 yaşında tələbədir. O adam yenə özünü yara bandı ilə bəzəyib, bir əlində qaz qabı ilə Filizə doğru yaxınlaşıb və ondan kömək istəyib. Bir yerdə indi o adamın maşınına doğru gedirlər və o adam Filizə deyir ki, sən maşına gir, orada bir düymə var. Mən sənə xəbər verəndə o düyməyə bas, mən maşının arxasında baqajındayam və bu qaz qabını yerləşdirirəm. Filiz indi maşında oturub o adamın siqnalını gözləyir. Filiz amma birdən-birə qəribə hiss eləməyə başlayır və içinə böyük bir qorxu girir və ondan qaçma hissi birdən-birə içinə girir. Filiz maşından çıxır, ondan tez sağollaşır və arxasına baxmadan qaçır. O sonra o hadisəni unutmaq istəyir. 10 gün sonra amma Filizin ən yaxın dostunun qaçırıldığının xəbərini oxuyur və o an o başa düşür ki, o adam əslində o qatildir. Yəni ki, bütün o qadınlarının qaçırılmasının arxasında duran o şəxs ola biləcəyini düşünür. Filiz hələ bu günə qədər bu travma ilə yaşamağa çalışır. O tələbənin adı Georgina idi. Yəni ki, Filizdən sonra qaçırdığı o tələbə. O adam ilk dəfə Georgina üzərində nekrofillik hisslərini sakitləşdirdi. Bundan sonra hər şey daha da iyrəncləşməyə başlayır. Liz hər gün itən qadınlar barədə xəbərlər ya radioda və ya qəzetdə oxuyur. Amma heç kim bilmir ki, bu itən qadınlar əslində çoxdan ölüb. Liz ümid eləyir ki, o adam tez tutulsun. Çünki Liz o qadınlara birə-bir oxşadığının fərqindədir. Liz o adamdan çox qorxur, amma hələ bilmir ki, o qorxduğu adamla hər gecə bir yatağa girir. O adam indi Utah şəhərinə köçüb və orada universitetdə hüquq oxuyacağının xəbərini Lizə verir. Və o Lizə bildirir ki, o tək gedəcək. Yəni qısası o Lizdən biraz dırnaq içində uzaqlaşmağa başlayır. Araları biraz limoni olmağa başlayır. Amma Liz bunu yenə öz səhvi kimi görür. Yəni o Liz yenə elə bilir ki, hər şey o səhv edib, ona görə o adam qaçır gedir. Beləliklə də təbii ki, pis olur və yenə də amma razı qalır. 4 həftə keçir və kiçik bir tədbir baş verir Utah şəhərinin yaxınlığında və orada buruq saçlı, gənc, yaraşıqlı bir kişi qadınlara yaxınlaşır. Bu tədbir bir göl ətrafında baş verir, bunu da sizə deyim. Qadınların hamısı, yəni hamısı deyəndə demək olar ki, hamısı ona yox deyir. Yəni ki, o adam qadınlara yaxşı təkliflərdə bulunur, amma qadınlar bütün təklifləri rədd eləyir. Ta ki, sarışın bir qadından kömək istəyənə qədər. O qadına o qədər bezdirir ki, axırda qadın razı qalır və onunla gedir. Gedir. Qadın adı Janice Ward və o gündən sonra o qadın bir daha görülmür. O qadının görüldüyündən 1 saat sonra saat 5:30 radələrində nəzərə alaq ki, bu hadisə gündüz vaxtları böyük bir tədbirdə bütün insanların gözü önündə baş verir. Qeyri-adi bir şey. Bundan 1 saat sonra Deniz
Naslon adında bir qız daha qaçırılır. Yəni Janice'dən sonra və o qadın hətta sevgilisi ilə birlikdə o tədbirdə idi. Deniz tualetə getmək üçün bir dəqiqəlik sevgilisindən ayrılıb və o sırada o adam Denizi qaçırıb. Yəni mən də sevdiyim adamla tədbirə gedəndə belə tualetə getsək belə o məni o tualetin qapısının ağzında gözləyir. Yəni O dərəcə paranoidsən. Mən çox. Prosta indi qaçırılacam deyə qorxusu deyil, daha çox birdən nəsə bir şey lazım olar. Mənim davleniyam tez-tez düşür. Ona görə acı tualetə gedəndə belə mən onu deyirəm ki, çox uzaqlaşma, birdən yenə təzyiqim düşər eləyər. Sən burada ol da hər ehtimala. Bilmək olmaz. Həmin gün bu iki qadının yox olmasından sonra o adam Lizə zəng vurur. Liz biraz şaşırır, çünki o adamdan son vaxtlarda xeyli məsafəli davranırdı. O adam zəng elədikdən sonra o Lizə deyir, mənim keyfim çox gözəldir, çox yaxşı keyfim var. Mən sənə gəlirəm, səni bowlingə dəvət eləmək istəyirəm, hazırlaş, birazdan səndəyəm. Liz onu görəndən sonra gözlərində bir qəribəlik görür, amma Liz düşünür ki, yəqin ki, çox oxuyur və yorğundur. Getdikləri yerdə çox qalmırlar. Evə getdikdən sonra Liz o adama baxır, ona biraz qulluq edir ki, biraz özünə gəlsin. Eyni vaxtda bütün insanlar eyni şeyi deyir. Bir adam, qəhvəyi saçları var idi, buruq saçları var idi. Adam çoxlu qadınlara yaxınlaşır və hamısından kömək istəyir. Və o adamın əlində, qolunda yara bandı var idi və çox çarəsiz görsənirdi. Və özünə həmişə öz adı ilə təqdim eləyirdi. Bu adam o qədər qorxusuz idi. Həmişə düşünürdü ki, yəni polis bunu heç vaxt tutmayacaq. Utanmadan da həmişə öz adını, həqiqi adını verirdi həmişə. Yəni əslində polis o adamın adını bilir, görünüşünü bilir, sürdüyü maşını, markasını belə bilirlər. Amma tapa bilmirlər. Bu hər şeyin bir tərəfi yaxşıdır ki, indi polis bilir. Beləliklə də polis bunu götürüb qəzetə falan verir. İndi isə hamı bilir, dediyim, yəni Amerika bilir ki, bu adamın görünüşü nədir, sürdüyü maşın nədir və adı nə. Dediyim kimi, bu indi yaxşıdır, çünki hamı bilir ki, bu itən qadınlar qaçırılmayıb və qaçırdanın görünüşünü, adını İndi polisə məlumdur. Polis bütün medialara üzünü və adını verir və polisə durmadan indi zənglər gəlir. Yenə eyni hadisə deməyim, vəziyyət. Qadınlar hansı ki ərindən şübhələnir, qadınlar hansı ki atasından və ya qardaşından şübhələnir, qonşular hansı ki ad var, amma yenə də onlar deyir ki, onu görmür. İndi orada gəlir. İndi burada bir qadın polis var və o tez başa düşür ki, bu proses necə baş verir. Yəni yaraşıqlı bir kişi yara bandı taxır, qadınlara yaxınlaşır, kömək istəyir və bu bəhanə ilə qadınları qaçırır. Və bu polis qadın gedib bunu digərlərə deyir, izah edir və bütün kişi polislər deyir ki, yox ola bilməz. Seri kartın artığı orada biraz sinirləsin qoyur, onlar Bəli, sırf qadın polis olduğuna görə hamı onu başdan eləyir. Deyir ki, sən get yazı pozu işlə, bax, sən başın buna işləmə deyib yola verirlər. İndi isə sizə başqa bir qadından daha bəhs etmək istəyirəm. Hansı ki, polis o qadından kömək istəyir. O qadın hətta o adamla bir yerdə işləyir. Qadının adı Donna Shram. Donna psixologdur və bir profil yazır. Heç xəbəri yoxdur ki, əslində o qatillə, o adamla keçmişdə bir yerdə işləyir. Yazır ki, o adam manipulativdir, o varlı deyil, amma özünü varlı kimi göstərməyi sevir. Orta təbəqədən biraz üstündür və onun bütün dünyası qadınlar tərəfindən yönəlir. O saf qadınlardan xoşlayır və o qadınları sevmək istəmir, onları yalnızca idarə eləmək istəyir. O adamın keçmiş professoru onu qəzetdə tanıyır və görür, adını da görür təbii ki. Polisə zəng vurur və deyir ki, bəs mən bu insanı tanıyıram, gəlib sual sorğuya çəkin. Polis də bundan soruşur ki, bəs yaxşı o keçmişdə özünü nə vaxtsa qəribə aparıb? Professor da deyir ki, yox, o özünü həmişə yaxşı aparıb və beləliklə polis bunun başını buraxır, deyir, yox, onda bu o ola bilməz, siz səhv bilirsiniz. Allah. Yəni sual sor. Yenə qadında axı onu deyən ona görə. Yox, kişi professor idi bu dəfə. Yəni kişi professor
Polisə zəng vurur, deyir ki, mən bu insanı tanıyıram, bu keçmişdə tələbəm olub. Polis də soruşur ki, yaxşı bu keçmişdə özünü qəribəyə aparırdı. Professor deyir, yox, o özünü həmişə yaxşı aparıb. Ha, yəni polis də deyir ki, hə tamam, onda bu o ola bilməz. Siz səhv bilirsiniz. Yəni Profetçi də deyib axı o haqqında da, onu da oxumurlar. qadın idi axı onu yazan, böyük ehtimal ona görə oxumayıblar. Mən də onu deyirəm də, qadın olub axı onu yazan, ona görə veclərini almayıblar. Böyük ehtimal elədir. Adama əsəb veririm. Yəni o qadınlara qarşı nifrət o qədərdir ki, gözləri nətər 3 meymun oynayırlar. Yəni ya da oynamırlar ya, əslində istəyirlər ki, bilməsinlər də nə isə, ölsün də nəyimə lazım. Qadınlara qarşı o qədər kişilərdə nifrət var içində. Onu anlaya bilmirəm. Bu nədir? Sizi dünyaya gətirən də bir qadındır da. Bu qadınlara qarşı nifrət hardan gəlir? Niyə gəlir? Kim qoyub sizə bunu bünövrəsini? Hörmət yox, sevgi yox, adam kimi davranmaq yox. Ümumi cinayətdən kənar normal həyatda da görünür də bu. Elə bir parazit kimi yaşayırıq da elə bir bu dünyada. Bəli, tam üstünə oturdu. Məncə daha çox bu ailədən gəlir. Yəni əgər ailədə ata, anaya hörmət eləmirsə, uşaq da bunu görürsə balacalıqdan, böyüyəndən sonra təbii ki, o da öz arvadına olsun, həyat yoldaşına və ya digər qadınlara hörmət eləməyəcək. Yəni keçmişdən tutmuşaqdı. İndi qayda, qanun var idi, amma qadınlara yox, kişilərə məxsus. Həyatda nə icad edilibsə, hamısı kişilərin üstündən icad edilib. Adi maşında bütün o təhlükəsizlik qaydaları olsun, ümumiyyətlə hər şey kişilərin əsasında. Yəni qadın həmişə həqiqətən parazit kimi olub bunlar. Ona görə yəni dünya bizi görməyib, kişi niyə görsün? Amma o da var ki, biz dəyişə bilərik bu yolu. Çünki uşaqlar bizdən gəlir. Demək, biz Onu da başa düşmürlər axı. qoyub qadınlara hörməti yönləndirib öyrədə bilərik. Mən öz övladım. Əslində biz minnətdarlığımızı bildirməliyik bu kişilərə ki, nəfəs alırıq. Yəni o qədər. Minnətdarıq. İndi başqa bir qadın qəzetdəki şəkli görür. Sizcə bu qadın kimdir? Liz. Nəhayət ki Liz. Nəhayət ki Liz bu qəzeti Anası görür. deyəcəkdim. Nə? Deyəcəkdim anası. Yox. Liz artıq nəhayət bu qəzeti görür və oradakı adamı görər-görməz tanıyır. Və o qəzetdəki adamı görəndən sonra tez qaçır şkafına, bir qutuda bir şəkil axtarır. Bu adam vaxt keçdikcə öz görünüşünü tez-tez dəyişir. Saç modelini olsun, paltarı geyimi də, amma Lizin hər bu dəyişimindən bir şəkli var idi. Şəkillər falan. Yox, yəni dostlarla, uşaqları ilə evdə belə şəkillər tez-tez çəkirdi. Ona görə şəkillərin arasından tez axtardı və düzgün olanı tapdı, qarşıladı. O qəzetdəki adam ilə Lizin əlində tutduğu o fotoğraf birə-bir eynidir. Yəni ki, belə bir şaşma da yox da, birə-bir eynidir. Liz xatırlayır ki, o adam həmişə harasa gedirdi və Liz çox vaxt onun otağında yara bandı tapırdı. Bir dəfə o adamın otağında bir çantada qadın paltarı belə tapmışdı, amma o vaxtları Liz düşünürdü ki, o adam onu yəqin ki aldadır. Yəni o Liz bunu başqa bir şeylə heç vaxt qarşılaşdırmamış. Yəni ağlında da başqa bir şey gətirməmiş. Yəni mən yoldaşımın otağında harca bir yerdə bir sarafanın və ya bir çantanın içində qadın paltarı tapsa, mən demərəm ki, hə o gedib qadınlar öldürür, başqa insanlar öldürür. Mən də deyərəm ki, hə tamam o aldadır yəqin. Hər qadının düşündüyü ilk şey bu olar. Belə qəribə şeylər indi çox idi və hər şeyin indi mənası var. Liz indi polisə zəng vurmur. Liz birinci ən yaxın dostuna gedir və hər şeyi deyir. Dostu amma deyir ki, yox, o ola bilməz. O adam o qədər yaxşıdır ki, mümkün deyil o adam qəzetdəki o adam olsun. Liz yenə də anonim polisə zəng vurur. Polisə bir neçə sual verir. Məsələn, sual verir ki, bəs bu maşının rəngi nə rəng idi? Polis deyir ki, belə qızılı rəngdir. Amma o adamın sürdüyü qızılı rəng deyil, açıq qəhvəyi rəng. Qızılı kimi görünə bilər, amma rəng yenə də fərqlidir. Yəni mənə desələr ki, qızıldır, tamamilə başqa bir şey ağlımda tutaram və deyərəm ki, tamam da, yəni iki fərqli maşındır bu.
Belə bu cürə bir neçə sual verir və polis hər şeyi fərqli cavablandırır və Lizin də ürəyinə belə rahatlama gəlir. Deyir ki, ya okey, bu mənim sevdiyim o adam ola bilməz. İndi adını demirəm, amma bu ola bilməz. Şəklin görmüsən. Şəklin görüb, amma yenə də o zəngdən sonra rahatlaşır. İndi başqa qəribə bir şey baş verir. Molly, Lizin balaca qızı bu şəkli görür və o adama birbaşa sual verir ki, bu qəzetdəki adam sənsən. O adam da deyir ki, ay mənim balaca meymunum. Təbii ki, o mən deyiləm. Deyir, üstünü bağlayır. Molly də bir daha sual vermir. İndi maraqlıdır ki, bu bütün itən qadınlar hardadır? Sentyabr ayıdır. 1974-cü il. İki kişi Washington şəhərinin meşələrində gəzməyə gedir. Bu iki kişi o təbiətdə yeriyərkən birdən-birə tədbirdəki iki qadının sümüklərini tapır. O tədbirdən bu arada 7 həftə keçib artıq. O iki kişi bu sümükləri tapandan sonra tez polisə zəng vurur və polis o yerə gəlir və sümüklərin qorunma altına deməyə, yəni o sümükləri birinci analiz edirlər. Və fərqinə varırlar ki, bu yalnızca iki qadına aid olan sümüklər deyil. Burada bir çox sümük tapılır. Eyni vaxtda, yəni ki, bu hadisə baş verdiyi müddətdə eyni vaxtda o adam Utah şəhərinə köçür və indi çox qəribə bir şey baş verir. Kilsəyə üzv olur. Mormon olur. Bir neçə həftə sonra Liz hava limanına gedir. Orada bir dostunu almaq istəyir və dostu Lizin maşına oturandan sonra Lizə yaxınlaşır və deyir ki, səni narahat eləmək istəmirəm. Amma indi də bu hadisələr Utah'da baş verməyə başlayır. Danışdığı dostu, danışmışdı dostuna. Yox, bu başqa dostudur. Bu Utah'da yaşayan bir Lizin bir dostudur. Qonaqlığa gəlmişdi və Liz onu hava limanından alanda o Lizə yaxınlaşır və bu cümlələri deyirdi. Liz indi yenə qorxmağa başlayır və heç başqasından fikir almadan polisə zəng vurur. Anonim məlumat vermək istəyir. Polis amma Lizi dayandırır və yəni ki, o məlumatı vermək istəyəndə polis deyir ki, durun. O adamın adını, yəni bütün adını deyir. Yəni polis Lizə deyir ki, bu adamın bütün adı budur və polis gülməyə başlayır. Polis deyir ki, biz ona çoxdandır baxmışıq və o adam, yəni katil ola bilməz. Səbəbi isə o hüquq oxuyur. Onu necə eləyə bilsin? Deyirəm, çox subyektiv yanaşıb o polis şöbəsi bu məsələyə həqiqətən. Elə bil dünyanın ən ağıllısıdır. Verilən bütün məlumatları sadəcə subyektiv olaraq dəyərləndiriblər. Yəni protokola uyğun işləməyiblər. Yəni polis əslində burada qatillə bərabər eyni suç yaşadıb daha doğrusu. Eyni cinayət, yəni bərabər eləyib, kömək eləyiblər cinayətlərin olmasına. Polis işini düzgün görsəydi, bir neçə qadının həyatına son qoyulmazdı. Yəni bir neçə qadın. Yəni bəli. Yəni kömək olub, daha çox dəstək verib o polis şöbəsi ona. Liz amma yenə də durmur. Evinə gedir və o şəkilləri polisə aparır. Və deyir ki, bu şəkilləri həyatda qalan o qadına göstərin. Polis şəkil götürür və Liz indi evə gedir və bir neçə gün gözləyir ki, polis zəng vursun və nəticəsini bildirsin. Amma polis zəng vurmur və ona görə Liz yenə polisə zəng edir və soruşur ki, bəs şəkilləri göstərdiniz ki, bu qadınlara? Polis birinci xatırlaya bilmir ki, söhbət nədən gedir, hansı şəkil, bu zəng edən qadın kimdir? Amma sonra da yalandan deyir ki, hə, göstərmişik. O deyil. Liz də indi təbii ki, düşünür ki, tamam, yəni şəkli göstəriblər. Qadın da deyib ki, yox, bu deyil. Ona görə yenə rahatlaşır və artıq vecinə almır da, yəni deyir ki, mən əlimdən gələni eləmişəm. Artığını da eləyib. Və artıq düşünməməyə başlayır bu barədə. İndi oldu 2 oktyabr 1974 və bundan sonra dediyim kimi hər şey daha da iyrəncləşməyə başlayır. İndi isə Nancy Wilcox edir. Nancy'nin 16 yaşı var idi. Nancy'yə qadın demək istəmirəm çünki o hələ uşaq idi.
Əslində o adam Nancy-ni öldürmək istəmirdi. Çünki o artıq kilsəyə üzvdür. Yəni sonradan deyirdi ki, mən onu əslində öldürmək istəmirdim. Mən ona azad təcavüz eləmək istəyirdim. Hər şey birdən-birə oldu. 18 oktyabrda 1974-cü ildə Melissa Smith itir. O yerli polislərdən birinin qızı idi. Onun hələ 17 yaşı var idi. Əcəb oldu o polisə. Qıza yazığım gəlsə də o polislər oturub gözləyirlər. İndi öz başlarına gəlir. İndi baxarlar yəni qıza işə. yox, Hələ. hələ də yox. Melissa döyülüb, sonra öz kapronu ilə boğulub, ondan sonra isə təcavüz olunub. 31 oktyabr 1974-cü ildə Laura Amy itir. Onun 17 yaşı var idi. Bu cinayətlərdə o adam artıq dəyişilir. O ölülərlə yatmağa başlayır. Onlara fərqli-fərqli paltarlar geyindirir, onlara makiyaj vurur. Nekrofiliya istəklərini daha da sərbəst buraxır. 8 noyabr 1974-cü ildə Carol adında bir xanım maşını ilə mola sürür. Orada bir kitab mağazasına girir. Birdən-birə bir adam ona yaxınlaşır və Carola deyir ki, mən bir gizli polisəm və mən gördüm ki, kimsə sənin maşınına girmək istəyir. Carol öz maşınını çox istədiyi üçün o adama inanır və o adamla birbaşa maşınına doğru gedir. O adam, yəni dırnaq içində o polis Carola deyir ki, xahiş edirəm ki, sən maşınına gir və bax ki, hər şey yerindədir ya yox. Carol indi maşının arxasını açır və baxmaq istəyir ki, hər şey yerindədir ya yox. Və bunu edərkən birdən-birə içki qoxusu burnuna girir. Carol o adama dönür və ondan soruşur ki, polis vəsiqəsini göstərə bilərsən mənə? O adam da təbii ki, deyir ki, əlbəttə göstərə bilərəm. O adam polis vəsiqəsini çıxarır və Carola göstərir. Carol o an rahatlaşır və o adam deyir ki, biz sənin maşınına girən o adamı əslində tutmuşuq və polis şöbəsinə aparmışıq. Sən mənimlə gəl, ifadən üçün bu bizə lazımdır. Carol da onunla getməyə razı qalır. O ikinci dəfə sual vermək istəmir, çünki o əvvəlcədən onun polis olmadığına inandığı üçün zaten utanırdı. Ona görə sual vermədən onunla polisin dırnaq içində maşınına girməyə razı qalır. Mən deyərdim mən gedirəm öz maşınımla şöbəyə, orada görüşərik. Yəni mən də deyərdim ki, sən qabaqdan sür, mən arxandan sürürəm. Carol indi o adamın maşınına girir və o adam sürməyə başlayır. Birdən-birə isə sürətini artırır və başqa yola girir və başqa yola girdikdən sonra Carol'ın əllərini bağlamağa başlayır. Yəni ki, çalışır ki, bağlasın, amma tam alınmır. Qoluna, qandalın hər iki tərəfini bağlayır bilmədən. Carol'ın qorxusu daha da artır və artıq ətrafına vurmağa başlayır və içindəki o qorxu artıq qorxudan çox əsəbə dönüşməyə başlayır. Və Carol- adrenalinlə qarşılanır. Və o qorxudan çox artıq əsəbləşir. Carol o an düşünür ki, mənim anam, atam var. Yəni mən ölsəm onlar mənə görə pis olacaq. Bir tərəfdən onu düşünür, ikinci tərəfdən düşünür ki, o mənə təcavüz eləyəcək və məni sonra 100% öldürəcək və mən bundan razı deyiləm. Yəni ki, içindəki o əsəb artır və maşının qapısını birdən atır və oradan çıxır. Yəni ki, maşını sürərkən çölə tullanır. O adam maşını dayandırır və əlində bir dəmir çubuqla maşından çıxır və Carol'ı döyməyə çalışır. Amma Carol'ın içindəki o əsəblə hər dəfə qaçmağa bacarır. Yəni onun hər vuruşu havaya gedir. Birdən-birə başqa bir maşın arxadan gəlir. Carol o maşına doğru qaçır və onu dayandırır. Tez o maşına girir və o sürücüyə sürməsinə əmr edir. Yəni sür deyə onun üstünə qışqırır və o da sürür. Carol tez polis idarəsinə gedir və ifadəsini verir. Adam isə indi əsəbidir, dəhşət Can yazığım gəldi lap o adama. çox Əsəbləşdi. dəhşət dərəcədə əsəbləşdi və əsəbini nətərsə çıxarmalıdır indi. O indi maşından minir və təəssüf ki, başqa bir qadın axtarmağa başlayır. Və qısa vaxtdan sonra başqa bir qadını tapır.
Debbie. Yəni ki, Debbie adında cavan bir qızı tapır. Debbie əslində ailəsi ilə bir məktəb tədbirinə getmişdi. O tədbirdən uzaqlaşır. Maşına doğru gedəndə o adam Debbie-ni qaçırır. Debbie bir daha görülmür. Eyni vaxtda Liz və o adam yenə bir-birinə yaxınlaşır və artıq onlar hətta evlilik planı qurmağa başlayırlar. Yəni hər şey eyni vaxtda baş verir. O adam biraz sakitləşir. Amma bu sakitlik mənim gözümdə əslində qiyamətdən əvvəlki sakitlik idi. 12 yanvar 1975-ci ildə Karen Campbell adında bir xanım itir. O nişanlı idi. 15 martda 1975-ci ildə Judy Cunningham itir. Onun 26 yaşı var idi. 4 aprel 1975-ci ildə 24 yaşlı Dennis Olivson itir. 6 may 1975-ci ildə ən cavan qurbanı itir. 12 yaşlı Lynette Kulva itir. O hələ uşaq idi. 27 iyun 1975-ci ildə 15 yaşlı Susan Covas itir. Liz indi yenə narahat olmağa başlayır. Çünki o indi Carol'ın qaçırılmaz hadisəsini qəzetdə oxuyur. Yəni bu itən qadınları tez-tez sıraladım. Çünki onlar barədə çox məlumat bir yox idi, həm də ki artıq biraz irəliləmək istəyirəm. Liz artıq bu xəbəri qəzetdə oxuyur və Carol'ın daha dəqiq məlumat verdiyini görür və o artıq oxuyur ki, o adamın açıq qəhvəyi rəngli bir Volkswagen sürdüyünü oxuyur və Liz yenə bu an başa düşür ki, bu 100% mənim o adam, 100% mənim sevdiyim o adamdır. Və yenə də həmişəki kimi polisə zəng edir. Və həmişə olduğu kimi polis yenə deyir ki, siz yanılırsınız, bu o ola bilməz. Liz indi nə edəcəyini bilmir və atasına zəng vurur. Atasından xahiş edir ki, polisə zəng vursun və desin ki, o adamı sorğu-suala çəksinlər. Amma atası qəbul eləmir. Atası deyir ki, xeyr, mən bunu edə bilmərəm. Mən əgər bu o adam deyilsə, mən onun həyatını məhv edə bilmərəm. Liz o an çox pis olur. Çünki Liz düşünür ki, atası o adamın həyatını öz qızının həyatından üstün tutduğunu düşünür. Yadınızdadırsa, meşədə sümüklər tapılmışdı. O tapıntılardan 5 ay sonra adam yenə ora sürərkən bir polis onu görür və o maşını o küçələrə aid olmadığını hiss edir və o maşını dayandırır. Dayandırdıqdan sonra lampası ilə, fənəri ilə maşının içinə baxır və orada qandal, üz maskası, yəni qara üz maskası tapır, buz baltası tapır, çoxlu ip tapır, yara bandı tapır, zibil klok tapır və bir neçə başqa şeylər tapır. Təbii ki, o adam nəsə bəhanələr verməyə çalışırdı, amma polis buna inanmır. O adamı polis şöbəsinə aparır və orada sorğuya çəkmək istədilər və yenə də o adam bir bəhanə ilə özünü ortadan necə deyim, təmizə çıxartmağı bacardı və polis onu sərbəst buraxdı. Qısası o adam polis şöbəsinə gedib, polis onun üzünü görür, qəzetlərdə hər gün polislər onun üzünü görürdü. Onun adını bilirdilər və nə təsadüf ki, bu adamın adı da eynidir. Bu adamın sürdüyü maşın o qadınları qaçırdan adamın maşını ilə birəbir eynidir, amma polis onu yenə də sərbəst buraxdı. Sözüm yox. Deyirəm, gözə soxa-soxa deyirlər, mənəm. Yenə də heç şey eləmirlər. Amma qəşəng bir şey baş verir. Bir qısa müddət sonra polislərdən, yəni orada olan polislərdən biri deyir ki, əslində bu adam o axtardığımız katilə çox oxşayır. Ay Allah, mənə səbir ver. Gecə-gecə məni necə əsəbləşdirdin, ay Humay. Bunu deyir və sonra o sözlə o adama yenə zəng vururlar və polis şöbəsinə çağırırlar. Xahiş edirik, gəlin də nə olar. Bir dənə səhv var. Yenə bunu düzəliş eləyək də.
Protokola görə gəlməlisiniz bura. Xahiş eləyək. Əslində bir neçə il əvvəl rahat tuta bilərdilər onu. Bir neçə uşağın, qadının həyatını qurtara bilərdilər. Taksi göndərib sizi gəlib götürək, oradan 5 dəqiqəlik apararıq yenə evinizə. Onlar əslində əvvəlcədən Lizin sözünü dinləsəydilər, bu qədər insanın həyatı məhv olmazdı. Yəni ki, nəzərə alaq ki, bir insan ölmədi. Onların arxasında duran ailələr də var idi. O 12 yaşlı uşağın, 15 yaşlı uşağın ailələri, necə deyim, 26 yaşlı qadının öz ailəsi. Yəni ki, bu qədər bir insan öləndə tək bir insan ölmür. Onun arxasında duran ailəsi də o qadınla bir yerdə demək olar ki, ölür. Və bu qədər seri katilin içində bu qədər açıq şəkildə ortaya qoyulan bir katildir. Buna da min cür bəhanə axtar ki, polis bu çıxmasın. Mən ona cin işgəncəsini verərdim. Heç polis şöbəsində Hamısını işdən ya da o çıxartmaq ölüm cəzası lazımdır. yox ha. Belə hissə dərisindən o dərisini, bədəninin dərini qopartmaq. Bütün ailələr gəlib biraz dəri qopartmalı idi, əziyyət verməli idi o insana. O insan yox, vəhşi. Nə bilim, söz tapa bilmirəm o varlığa. Nəysə, O adam indi polis idarəsinə geri çağırıldı. Eyni zamanda Lizin bunlardan heç bir xəbəri yoxdur və o adamın evinə doğru gedir. Ora evə doğru gedərkən ev yiyəsi təsadüfən görüşür, yəni yolda qarşılaşırlar. Ev yiyəsi deyir ki, yəni Lizə deyir, çox qəribə bir şey baş verdi. Bir xanım polis gəlib, o adam barədə maraqlanmışdı. Liz indi yenə polisə zəng vurur və o xanım polisin adını bilmək istəyir və soruşur ki, o xanımla danışa bilərəmmi ya yox. Polis xanım Lizdən xahiş eləyir ki, polis idarəsinə gəlsin. Polis Lizə maşında tapdığı əşyaları göstərir və o an Liz %100% əminliklə bilir ki, o həmişə şübhələndiyi ilə doğru idi. O adamı həbsə atırlar və uzun vaxt o Lizə məktublar yazacaq. Liz bu günə qədər onların birlikdə çəkdirdiyi şəkilləri saxlayıb. Liz və Molly illər sonra birlikdə bir kitab yazırlar və Molly hələ də bir insanın belə bir şeyləri necə eləyə biləcəklərini anlaya bilmir. O adam son ana qədər Lizə və Mollyyə yalan danışırdı və həmişə deyirdi ki, mən bunları eləməmişəm, xeyr, mən bu hadisələrlə heç bir əlaqəm yoxdur, mən günahsızam. O ölmədən qısa vaxt əvvəl törətdiyi cinayətləri qəbul eləmişdi. İndiyə qədər bəzi insanlar onun katil olduğunu inanmır və səbəbi isə onun bu qədər karizmatik olmasıdır. Biz indi neçə vaxtı bu adam barədə danışırdıq. Artıq biz onun adını deyək. Məncə, yəni ki, artıq damğasını vuraq. Bu insanın adı böyük ehtimal siz artıq başa düşmüsüz. Theodore Robert Cole ya da ki bütün dünyanın bildiyi kimi Ted Bundy. Mən bildim. Mən bilmişdim, şübhələnmişdim o olduğunu. Yəni bunu bilməmək biraz ayıbdır. Yəni Ted Bundy'ni bütün dünya tanıyır. O katillərin, seri katillərin içərisində bir fenomen deməyək, ünlü Damğasını kimidir. vuran. Ünlü. Ted Bundy amma o da ünlülüyü istəyib də. həmişə istəyib, arzulayıb. Ted Bundy özünü belə izah eləyir. Yəni öz-özünə deyir. Mən əslində çox adi bir insanam. Mən azğın biri deyildim. İnsanlar məni görəndə mənə azğın deməzdilər. Mən həqiqətən çox normallı bir insan idim. Mənim çoxlu dostlarım var idi, normal həyat sürürdüm. Mənim həyatımda yalnız balaca bir şeylər var idi. Onu da özümə saxlamaq istəyirdim. O nə olan şeydi? Sirlər. Yəni ki, balaca bir sirrim var idi. Onu da ki özümə O da saxlayırdım. insan öldürməkdir, balaca sir. Nə yaxşı. o. Deyirdi ki, mənim balaca bir hobbim var idi. Onu da heç kimlə paylaşmaq istəmirdim. İndi Hobi. böyük olsaydı nə olacaqdı görən? O hələ balaca hesab İnsan öldürmək də olunursa. hobi. Yeni bir hobim var, papa, mama. Amma hobbimi danışmıram. Hobbi var amma demirəm nədir. Xəbərlərdə işlərsiniz. Balaca dediyi şey də ki, dediyim kimi 30-dan çox qadının ölümünün səbəbi oldu. Bu qədər dəhşətli hadisələrini törətdikdən sonra o orada
durub mən əslində çox normal bir insanam deməsi insanı çox əsəbləşdirirdi. Ki bunu da əslində axır-axırları fikrini dəyişəcək, amma ona gələcəm. Ted həmişə öldürdüyü qadınları günahlandırırdı, səhvi heç vaxt özündə görmürdü. İndi biz 1-2 suallar var, onun üzərindən keçək. Yəni Ted kim idi? Niyə qadınları öldürürdü? Necə öldürürdü? Və indiyə qədər o öldürdüyü qadınlara nə eləyib? Ted özü həmişə deyirdi ki, o heç vaxt heç bir günah işləməyib. O nə oğurluq edib, nə təcavüz edib, nə də ki bir insanı öldürməyib. O həmişə hər şeyi inkar eləyib, amma ölmədən əvvəl ən xırda detaya qədər izah eləmişdi. Ted planlı bir katildir. Bunu bəlkə artıq fərqinə varmısınız. Cəmiyyətdə o çox yaxşı tanınırdı, yaxın əlaqələr qururdu, gözəl maşın sürürdü. Onun çox gözəl bir işi var idi, təhsili var idi. Uzaqdan baxanda ona heç vaxt heç kim katil deməzdi. O tipik seri katil deyil. O qurbanlarını izləyirdi və həmişə hazırlıqlı gedirdi. Bir qadın qaçırmadan əvvəl ağlında planı qururdu, dəfələrlə bir film kimi ağlından keçirirdi, ondan sonra həyata keçirirdi. O izlərini həmişə çox yaxşı silirdi. O bilirdi hadisə yerində heç nə saxlaya bilməz, yoxsa onu tez taparlar. O məsələn maşının yan qoltuğunu çıxarmışdı. O deyirdi ki, mən qadınları izləyəndə və sonda biri mənim xoşuma gələndə o qadının yanına gedirdim, özümü yaralı göstərirdim, onlardan kömək istəyirdim. Onlar da razı idi və mənimlə gəlirdi, şübhələnmədən. Maşına çatanda qadınları bayıldırdım. Yəni bayılana qədər boğurdum. Sonra isə qadınları maşının içinə atırdım, üstlərini də örtürdüm bəzən. Beləliklə kimsənin yanından sürəndə heç kim o qadının orada yatdığını görmürdü, yalnızca məni görürdülər. Qadınlar həmişə ayrı yerdə öldürürdüm və heç vaxt eyni yerdə 2 qadını öldürmürdüm. Bunu isə Ted ölmədən əvvəl dediyim kimi bir polisə danışırdı. Deyirdi ki, mən keçmişdə plansız bir katil idim və sonra planlı olmağa başladım. Bu cümlə əslində çox bir şey ifadə edir məncə. Yəni o demək istəyir ki, mən planlı oldum, 30 qadını öldürdüm, amma 30 qadından əvvəl də bir neçə qadın öldürdüm. Bandinin vəkili deyir ki, Ted mənə dedi ki, mənim ilk qurbanım bir kişi idi. Təbii ki, bunu sübut eləmək mümkün deyil artıq. Bəziləri də deyir ki, Ted 100 insan öldürüb, özü isə deyir ki, mən 300 öldürmüşəm. Amma bu dəqiq deyil, yəni sübut etmək mümkün deyil artıq. Məsələn, Ted hələ çox cavan olduğu vaxtlarda onun qonşuluğunda cavan bir qız itmişdi və polislər şübhələnirdi ki, bu qızın itməsi Ted ilə bağlı olsun. Beləliklə ola bilsin ki, Ted çox cavan yaşlarda bu cinayətlərə başlayıb. Yenə də ki, ilk cinayət Karen Parks. Ted məsələn deyir ki, qadınları öldürmək heç vaxt planımda deyildi. Mən onları ancaq təcavüz eləmək istəyirdim. Sonra onları amma boğurdum. Boğduqdan sonra özümü itirirdim və onlar ölürdü. Yəni ki, bunlar heç vaxt mənim ağlımda deyildi ki, mən onları öldürüm. Dokumentasiyasına baxmışam və dokumentasiyada görmüşdüm ki, cinsi əlaqə zamanı sevgilisi ilə ona demişdi ki, özünü ölü qoy, ölü göstər. Liz idi də. Liz, Elizabeth. Liz demişdi ki, mən onu heç şey kimi görməmişdim. Yəni o mənə çox normal idi, nə bilim nə. Axı oradan da göstərirdi, onu boğmağı xoşlayırdı, ölü göstərməli idi. Bir cəsəd kimi. Təkrar deyirəm, bu Lizin əsl düşüncələrini və hekayəsini bilmək istəyənlər mütləq Lizin və Molly'nin yazdığı kitabı oxumalıdır. Çünki Liz özü də deyirdi ki, çəkilən bütün dokumentasiya və filmlərdə məni səhv göstəriblər. Mənim olduğum kimi, mənim yaşadıqlarımı göstərməyiblər. Məsələn üçün o Zac Efron'la olan film
ki var. Orada hətta Big Bang Theory-də olan Sheldon Cooper var. Ha. O da məsələn üçün orada yargıç kimi çıxış eləyib, yəni ki, oynayır. O filmdə Lizi elə göstərirlər ki, elə bil o sona qədər, yəni ki, bu Ted Bundy-nin arxasındadır, amma bu əslində heç vaxt elə deyildi. O deyirdi ki, mən qadın axtarışına çıxmadan əvvəl həmişə içirdim. Belə öz vicdanımı sustura bilirdim. Ki, nə vicdan? Ortada nə vicdan var? Davam eləyək. O qadınları döyüb, maşında gizlədib, sakit bir yerə sürürdü. Əvvəlcə bu Salt Lake City-də olan öz evində idi. Yəni ki, onları öz evinə aparırdı. Sonra isə bu fikirdən yayınırdı ki, başqa insanlar onu görər və s. Bu işlərini, yəni ki, öldürmə işlərini meşədə həyata keçirirdi. Orada birinci qadınlara təcavüz eləyib, sonra isə öldürürdü. Öldürmə prosesi tez baş verirdi, yəni sonlanma tez olurdu. Yalnız bir qadında bu proses biraz uzandı. Sözün düzü 6 gün çəkdi bu proses. O qadın Yazıq 6 gün əziyyətlə. Ay Allah yazıq. Onun ölüm prosesi 6 gün çəkdi. O qadın 6 gün meşədə, soyuqda, bir ağaca bağlanmış şəkildə öz ölümünü gözləyirdi. Ted bu 6 gün ərzində tez-tez onun yanına gedib ona təcavüz eləyirdi. 6 gün sonra o qadın öz yaralarından ölür. Bu qadın o göl kənarında baş verən tədbirdə qaçırtdığı qadınlardan biri idi. Digər qadın isə o ağaca bağlanıb, yəni ki, Ted digər qadını da ağaca bağlamışdı. Qadını isə digər qadının gözü önündə birinci təcavüz eləyib, sonra öldürmüşdü. Qısa bir informasiya arası. Seri qatillər arasında iki cür qatil tipi var. Proses katili və nəticə katili. Proses katili öldürmənin bütün prosesinin keyfini alır. Nəticə katili isə öldürməkdən elə də keyf almır. Onlar ancaq nəticəyə baxır. Yəni tez öldürüb meyitlərlə vaxt keçirməkdir əsas məqsəd. Teddə maraqlı odur ki, o hər iki tipə aiddir. Əslində katil ancaq birinə aid olur, amma Ted özü deyirdi ki, mən ovlama vaxtını çox sevirdim. Eyni zamanda o elədiyi nəticəyi sevirdi. Yəni ölümü. Ted nekrofiliya olduğu üçün o ölümü yaxşı bir şey kimi qəbul eləyirdi. Ted tez-tez meyitlərlə, yəni ki, meyitlərin yanına geri dönürdü. Onlara makyaj vururdu, saçlarını yuyurdu, yenidən bəzəyirdi, dırnaqlarını laklayırdı, fərqli-fərqli paltarlar geyindirirdi və onların şəkillərini çəkirdi. O dokumentasiyada da göstərirlər ki, ölünün başını götürüb qadını makyajlaydı, öpmək istəyirdi. Yəni istəyirdi yox, eləyirdi. Hə də, amma bizə mən o səhnəni gördüm. Yəni onun belə fetişi də var idi. Onun fetişləri çox idi ölülərlə. Yəni o İğrənc fetişlər. Yəni ki, meyitlərin həqiqətən də yəni son vaxta qədər onlarla vaxt keçirdirdi. Yəni ki, o vaxt ki, o dəri ücü ət sümükdən ayırır, içdən qurdlar çıxır, o vaxta qədər onlarla vaxt keçirdirdi. Ted bu elədiklərini belə izah eləyir. Siz əgər mükəmməl bir iş tamamlamaq üçün əlinizdən gələn hər şeyi eləmisinizsə, onda o işi gözəl xatırlamaq üçün özünüzü vəzifə görərsiniz. Amma məlumdur ki, bunların hamısı o qadınlara sahib olmaq üçün eləyib. İndi buradan böyük bir sual yaranıb məndə. Ted bunları niyə eləyib? Yəni ki, bunun səbəbi nə olub? Onun elə olması. Əslində bu sualın cavabını indiyə qədər tapmayıblar. Bəzi insanlar deyir, seri qatillər anadan gəlmə elə olur. Bəziləri deyir, uşaqlıqda ailədən və ətrafdan aldığı travmalar nəticəsində seri qatil olur. Amma Ted bunu da, yəni bu sualın cavabı Ted Bundy-də əslində yoxdur. İndi bunun uşaqlığına gedəndə siz bəlkə bunu başa düşərsiniz ki, nə demək istəyirəm. Mən onsuz da inanmıram ki, o genetikada oturan bir şeydir. Çünki Amerika nədənsə doludur o katil sevgili insanlarla. Necə ki Avropada elə də gözə çarpmır elə şey.
Onda demək gör neçə millətin genetikasında olmalıdır. Bandi özü deyir ki, uşaqlığı problemsiz keçib. O həmişə deyib ki, uşaqlığı çox normalını keçib, çox normal ailədə, evdə, çevrədə böyüyüb. Və əgər bu həqiqətən elədirsə, bu seri katil tarixində bir ilk olar. Çünki biz çox yaxşı bilirik ki, bu düz ola bilməz. Və unutmayaq ki, Tedin dedikləri və həqiqətən də baş verənlər həmişə iki ayrı şeydir. Ted özü deyir: "Mən mükəmməl bir evdə böyüdüm. 2 gözəl, çalışqan valideynlə mənim 4 bacı qardaşım var idi və biz 5 uşaq valideynlərimizin mərkəzi nöqtəsi idik. Biz tez-tez kilsəyə gedərdik. Bizim valideynlərimiz içmirdi, çəkmirdi. Onlar ağır sözdən heç vaxt istifadə eləmirdi və onlar heç vaxt danlamırdılar bizi, dalaşmırdılar." Eyni zamanda deyir ki, o məktəbdə hamı tərəfindən tanınır, sevilirdi. Çoxlu yaxşı dostları var idi. O qısası mükəmməl bir uşaq, mükəmməl bir şagird idi. İnanmıram mən ona. Gətir. Din varsa o şeyin içində nəsə bir çıxacaq da. Zaten Ted'e inanmaq çox böyük bir səhvdir, yəni. O çıxacaq indi ona əsl inanma. uşaqlığa. Əlbəttə çıxacaq, hər şey ortaya çıxacaq. Yalanın ömrü yoxdur. Hə, çünki elə olsa onda mən oğluma başqa cür davranım yavaş-yavaş. İndi amma Ted'in yalan dünyasından çıxıb həqiqətə qayıdaq, həqiqətə baxaq. Ted Bundy 24 noyabr 1946-cı ildə dünyaya gəlir. Ted birinci bacısı Louise ilə dırnaq içində çox normalını, kristian, gözəl, amma eyni zamanda biraz şiddətli valideynləri ilə böyüyür. Ted özü deyir ki, Biraz şiddətli, artıq orada biraz başlayır. şiddətli. Aha, biraz şiddətli deyir buna. Ted özü deyir ki, atası Samuel Cowell onun ən böyük idolu idi və onu hər şeydən çox sevirdi. Digər ailə üzvləri amma başqa bir şey deyir. Samuel əslində dəhşət şiddət sevən bir adam idi. Eyni zamanda dini fanatikası idi. O qara dərilərdən, İtalyanlardan, katoliklərdən, Yahudilərdən və bir çox başqa insan qrupundan nifrət eləyirdi. O eyni zamanda heyvanlara qarşı nifrət eləyirdi. Samuel həmişə ev itinin quyruğundan çəkirdi və iti döyürdü. Eyni zamanda qonşuluqda yaşayan pişikləri döyüb onları top kimi atırdı. Azərbaycandakı küçədəki uşaqlara bənzədi nəsə bu hərəkətlər. Bağışla, amma həqiqətən. Biraz. Samuel bu şiddətli həyat yalnızca çöldə deyil, həyat yoldaşına qarşı da göstərirdi. O öz qızını və həyat yoldaşını çox döyürdü. Ted deyirdi ki, mənim anam çox sakit və utanqac bir qadın idi. Onun anası çox depressiv idi və bir müddət sonra psixi klinikaya yatırılmışdı. Məncə bunun səbəbi isə onun vəhşi həyat yoldaşı idi. Amma buna aid təəssüf ki, böyük bir açıqlama verilməyib. Jeffrey Dahmer kimidir onun anası nəsə. O da tabletka utmaqdan başqa bir məşğuliyyəti yox idi. Həmçinin deyirdi ki, Samuel güya həyat yoldaşını və qızını çox döyürdü, amma Ted'i heç vaxt döyməyib. Yəni Ted qadına qarşı şiddətlə böyüyüb və böyük ehtimal Ted'in belə olmasının səbəbi belə böyüməkdə idi. Ted amma ölmədən 1-2 saat əvvəl deyirdi ki, əsl qurban mən idim. Mən döyüldüm, onlar deyil. Ted'in həyatında amma başqa bir şey baş verir və bu baş verən hadisə Ted'in bütün həyatını alt-üst eləyir. Ted bir müddət sonra fərqinə varır və ya daha doğrusu bir məlumat əldə eləyir. Bu məlumatı neçə yaşında əldə elədiyi təəssüf ki, bilinmir. Ted böyük bir yalanla böyüyüb. Ted'in çox sevdiyi bu valideynlər əslində Ted'in əsl valideynləri deyil. Ted'in əsl anası onun öz bacısı Louise idi. Üz ifadələrimiz şok içindədir. Öz bacısı Aha, yəni böyüdüyü Yəqin atası öz ona bacısı. təcavüz Yox. eləyib də. Yox. Samuel
və onun anası onun əslində baba və nənəsidir. Bacı Louise evlilik dışı bir şəkildə hamilə qalır və valideynləri, yəni ki, Tedin nənə babası bu utancla böyüyə bilmir, yəni yaşaya bilmirlər və ona görə deyirlər ki, Tedi biz öz oğlumuz kimi hamiyə göstərəcəyik və onu öz oğlumuz kimi böyüdəcəyik. Louise də çarəsizdir, gəncdir, çox cavan olur. Ted ilə Louise'in arasında da böyük bir fərq olmur, yəni yaş fərqi olmur. Ona görə buna razı qalır. Louise əslində Tedi istəmirdi. Yəni onu uşaq evinə vermişdi, amma Ted çox ağladığına görə onu anasına geri verirdilər. Yəni ki, Louise axırda məcbur qalıb geri alır. Louise valideynləri ilə, yəni Tedin nənə və babası onu öz oğulları kimi böyüdürlər. Bir müddət sonra Louise evdən çıxıb başqa bir yerə köçür və Tedi özü ilə aparır. Bu əsnada artıq Ted həqiqəti bilir. Getdiyi yerdə Louise bir aşpazla tanış olur. Adı Johnny Bundy. Tanış olur və onunla evlənir. Johnny Bundy həmişə çox çalışırdı ki, Tedi sevmək üçün əlindən gələni eləyir, Tedə yaxşı davranır, yəni ki, ata roluna tam girir. Təəssüf ki, Tedin psixologiyası o an artıq çox pozulmuşdu və geri dönüş artıq yox idi. Ted özünə qapanır və heç kimlə danışmamağa başlayır. Özünə yalançı bir dünya qurur, amma onun həqiqi xoşbəxt ailəsini istəmir əslən. Yəni ki, özünə bir bubble deməyim, bir xəyal dünyası yaradır özünə. Onun içində qalır, amma əsl həyatda olan real ailəsi ilə, anası və ögey atası deyim, onunla vaxt keçirmək istəmir. İndi yenə Tedin ilk dəfə tutulduğu o ana keçək. Artıq polis anlayıb ki, bu Ted axtardığı Teddir. Bəlkə də polisin bunu anlamasının böyük bir payı Liz oldu. Polislər indi ilk dəfə digər şəhərlərlə olan polislərlə kontakta girirlər. Ki bu əslində Amerikada normal bir şey deyil. Yəni əgər bir şəhərdə bir cinayət baş verirsə, bu polislər gedib digər şəhərlərdə maraqlanmırlar ki, yəni sizdə də elə bir hadisə baş verdimi, vermədimi? Yəni ki, əlaqə olmayıb heç vaxt. Amma bu ilk dəfə burada dəyişilir. Polislər Amma sayəsində indi polislər düzgün işləməyə başlayır. Aha. Yəni bunun sayəsində həqiqətən də polislər bunu anlayır və bu prosesi dəyişirlər və şəhərlər arası polis əlaqəsi güclənir. Polislər artıq əlaqəyə girirlər və indi ilk dəfə polislər fərqli şey edir və birlikdə işləməyə başlayırlar və Tedi izləməyə başlayırlar. Tedi izləyirlər, sonra onun evinə girirlər və ən balaca dırnaq içində ən balaca detaya qədər axtarırlar və eşirlər. Evdə bir neçə dağüstü hotellərin xəritələri tapılır. Hardakı yaxşı xizək sürmək olur. Bu xəritələrin üstündə balaca oxlar var idi və bu oxlar itən qadınların yerlərinə yaxın idi. Həmçinin Tedin evində məktəbin teatr şouna aid reklam tapılır. Əgər yadınızdadırsa, Ted elə bir məktəb teatr şounun önündə gənc bir qızı qaçırmışdı. Evdə başqa daha iyrənc sübutlar var idi, amma polis bunu təəssüf ki tapmır. Yəni ki, üstdən ona görə dırnaq içində demək istədim ki, dəqiq dərindən axtarırlar evi, amma əsl iyrənc şeyləri tapmırlar. Ted əslində bayaq dediyim kimi o ölüləri bəzəyirdi, makyaj vururdu. Ted o ölülərin şəkillərini çəkirdi fotoaparatla və o fotoğraflar əslində evində yuma otağında gizlədilmişdi. Polis əgər daha dəqiq, dərindən axtarsaydı evini, o şəkilləri tapardı. Amma təəssüf ki, tapmayıblar. Ted də çıxandan sonra elədiyi ilk şey o şəkilləri yandırmaq olub. Polislər indi ilk dəfə Lizi soru-suala çağırırlar. İndi Liz deyir ki, evdə bəzi əşyalar tapıb, hamısı ki bilmirdi ki, hardan gəlib. Bu əşyalar, əsalar, alçı, iti bıçaq, cərrahi əlcəklər, xəncər və bir meşox dolu qadın paltarı idi.
Liz əvvəlləri elə bilirdi ki, bu qadın paltarlar əslində bu o deməkdir ki, Ted məni aldadır, amma həqiqət əslində fərqli idi. Polis eyni zamanda Tedin maşınının içinə axtarırlar və orada bir neçə qadınların, yəni fərqli-fərqli saçlar ortaya çıxır. Maşın doldurma yerlərindən çeklər tapırlar, hansı ki, yenə də itən qadınlara yaxın ərazilərdəndir. Bir neçə gün sonra Carol polis şöbəsindədir və orada çoxlu kişilərin içində onu qaçırmaq istəyən o adamı polisə göstərməlidir. Əgər yadınızdadır, Carol Ted tərəfindən qaçırılıb, yol kənarında az qala döyülüb öldürülən qadın idi. Amma adrenalinin sayəsində qurtara bilib özünü o əsəbə görə. İndi Carol polis şöbəsindədir və önündə 10 kişi var və o 10 kişinin içərisindən Ted'i seçməlidir. Ted burada da çox dırnaq içində fərqli bir şey edir. O bu görüşdən bir gün əvvəl gözəllik salonuna gedir, saç rəngini, saqqalını, buğunu falan dəyişir, kəsdirir, rəngini dəyişdirir ki, Carol güya bunu indi tanımayacaq. Və orada o şüşənin arxasında olanda onlar bir neçə cümlə təkrarlamalıdır. Ted bilə-bilə səs tonunu və danışıq tərzini dəyişir, amma yenə də işə yaramır. Carol onu görər-görməz tanıyır və barmaqla göstərir ki, bu o adam idi. İndi məhkəmədə hakim yenə də soruşur, sən o adamı burada yenə göstərə bilərsənmi? Carol göz yaşı içində Ted'i barmağı ilə göstərir və o an Ted Carola böyük nifrətlə baxır və deyir ki, xeyr, mən o adam deyiləm, o yalan danışır. Ted Bundy 1 ildən 15 ilə qədər həbs alır. O an hələ ki ancaq Carol'ın qaçırılmasına görə məhkəmə bu qərarı alır. Digər hadisələr hələ bu məhkəmədə danışılmayıb. Məhkəmə bunu bilə-bilə 1 ilə 15 il arası verib ki, 1 il həbsdə yatdığı əsnada polislərin kifayət qədər vaxtı olsun və daha çox sübut tapa bilsinlər deyə belə məhkəmə qərar verdi. Bu iki prosesin arasında, bu iki məhkəmə prosesin arasında Ted'in düşünməsi üçün çox vaxt olur. O həbsxana kitabxanasına çoxlu kitablar oxuyur, çoxlu planlar qurur və öz müdafiəsini eləmək üçün çoxlu araşdırma eləyir. Bir gün polisdən xahiş eləyir ki, o məhkəmə kitabxanasına getsin və orada kitabxanada olanda biraz araşdırma eləsin məhkəməsi üçün. Polis buna razı qalır və Ted ilə ora kitabxanaya gedir. Polisin bir an Ted'ə baxmadığı qısa bir vaxt olur və Ted bundan istifadə eləyərək pəncərəsindən özünü çölə atır. Yəni ikinci mərtəbədən özünü çölə atır. Heç bir şey, yəni ki, ayağını biraz zədələyir, amma həyatda qalır. İndi Ted yenə də bu içində yaşadığı adrenalinlə ayağa qalxır və qaçmağa başlayır. O dağlıq, meşəlik ərazisinə qaçır və orada bir həftə həyatda qalır. Bir neçə dağ üstü evlərinə girir, orada olan yeməklərdən falan qidalanır. Bir həftə sonra o düşünür ki, tamam, artıq böyük ehtimal məni bu ərazidə axtarmağı buraxıblar, mən yavaş-yavaş başqa yerə qaçım. O məqsədlə o dağlıq meşəlik ərazidən çıxır, yenə aşağı şəhərə gedir və orada bir maşını oğurlamaq istəyir. O maşına girir, maşını oğurlayır, amma o bir həftə soyuqda və bir qədər də ac susuz olduğuna görə ağlı yerində olmur və maşını düz istiqamətdə sürə bilmir. İlan kimi sürür. Polis bunu təbii ki görür. Polis onu dayandırır. Təbii ki tanıyır və onu təzədən həbsə atırlar. Ted indi yenə həbsdədir və indi isə yemək yeməyi buraxır. Beləliklə Ted dəhşətli dərəcədə arıqlayır. O 15 kilo arıqlayır. Hamı elə bilir ki, bunu acığa edir, yəni ki, çox da ciddiyə almırlar. Eyni vaxtda başqa bir məhbus isə polislərə şikayət eləyir ki, axşamları tavandan səslər gəlir, xışıltılar gəlir və yata bilmir. Polis bunu elə də ciddiyə almırlar, elə bilirlər ki, siçan falan olar deyə başdan eləyirlər o məhbus. Demək ki, tavandan qaçmaq üçün arıqladır özün.
O 15 kilo arıqladıqdan sonra başqa bir məhbusdan itici bir alət alır. Özünü yuxarıdan tavana yol kəsir, açır. Tavana axşam hamı yatanda tavana gedir və oradakı hava borulardan özünə yol axtarır. Amma hələ ki qaçmır. Sonra yenə təkrar geri qayıdır və yatır. Yeni il ərəfəsində o düşünür ki, polislərin əksəriyyəti burada olmayacaq və mən rahat-rahat qaçacağam. O yeni il ərəfəsində hamı tədbirdə olduğu ərəfədə o tavana çıxır yenə və o həbsxanadan çıxır. Yəni ki, qaçmağı yenə bacarır. Və Tedin elədiyi ilk şey oradan çıxdıqdan sonra Florida şəhərinə qaçmaq olur. Orada gözəl vaxt keçirir. O orada zaqar alır, futbol oyununa baxır, tələbə evlərinə girir, partilər edir, içir və keyf edir. Adam öldürür o ərəfədə. Hələ ki yox. Yox, o hələ ki, yəni günəşlənir, dənizə girir, yəni partilərə gedir. Həyatını hələ ki elə sürür. O avtobusa girir, təyyarəyə minir, maşın sürür, dünyanı gəzir. Yəni ki, dünya dediyim Amerikanı gəzir və nəticə olaraq yəni Floridaya geri dönür. Ted indi yenidən başlamaq istəyir və düşünür ki, hər şeyi geridə buraxıram və yeni bir həyat başlayıram. Universitetdə seminarlara və tələbə evinə yazılır. İndi Ted orada yenə bir neçə qadınla danışır. Bəziləri ilə hətta görüşə gedir. Ted nə qədər yeni bir başlanğıc eləmək istəsə belə, içindəki vəhşiliyi dayandıra bilmir. Yəni çalışır sustursun, özünə gəlsin, yəni bu elədikləri təkrar etməsin, həqiqətən də yeni bir başlanğıc etsin. Amma 14 yanvar 1987-ci ildə içində tutduğu bu vəhşiliyi sərbəst buraxır. 14 yanvar 1978-ci ildə tələbə Nita səhər vaxtlarında bir partidən evə geri qayıdır. Evə çatanda görür ki, evin qapısı aralıdır. Amma işıqlar sönükdür. Yuxarıdan isə Girmərəm o evə, girmərəm. İndi gör o nə Görsəm edir. açıqdı girmərəm. Mən qaçaram. Belə arxama baxmadan qaçaram mən oradan. Polisə zəng edərəm. Qaçdıqdan sonra amma. Evə çatanda görür ki, evin qapısı aralıdır və yuxarıdan pilləkənə doğru ayaq səsləri gəlir. O da Nita hələ qorxur. üstünə gedir. Nita qorxur. Ürək Başı idi. uçub, təmiz uçub. Nə gedir? Sonra deyirlər ki, insanlar niyə ölür? Həqiqətən ölmək istəyir, hə. Bu qorxu filmləri var ha. Yuxarı, aşağıda biri var. Sağ tərəfdə çölə gedən qapı, sol tərəfdə yuxarı gedən qapı. Çıx da götür bu sağ qapını, çıx o evdən. Nita nə edir? İçəri girir. Tamam. Nita içəri girdi. Hər yer hələ qaranlıqdır. Ayaq izlərini eşidir və qorxur. Çünki ayaq izləri bərk səslərdir. Yəni ki, qadın ayaq səsləri kimi deyil və o ev yoldaşlarının ayaq səsini də tanıyır. O içəri girib və tez pilləkənin altında balaca bir yer var. Ora tez girib saxlanır. Ora girdiyindən 2 saniyə keçməyə bir şəxs aşağı düşür. Uzun bir insan. O adamı təəssüf ki, profildən görmür. Yəni ki, üzünü görmür və adam birinci durur. Tərpənmir, dinləyir ki, ətrafda kimsə varmı, yoxsa yox. Nita səsini, yəni ki, səs çıxarmır, nəfəsini belə dayandırıb və dua edir ki, o adam indi onu görməsin. Nita görür ki, o adamın əlində uzun, ağır bir şey var. Bir müddət sonra o adam heç nə eşitmir və görmür və sakitcə o evdən çıxır və qaranlığa doğru gedir və yox olur. 60 eləyərəmi? Mən orada ürəkdən ölmüşdüm. İnfarkt verib getmişdim İndi mən. təsəvvür elə ki, indi müasir dövrdür. Telefonun da səslidədir, mesajdan Oo. Instagramdan şey gəlir. Bunun həmişə Mamamın səslidir. telefonu oldu ya da papamınki belə qəribə musiqilər də var. Mhm. Bir dayanmadan gəlir səslər. İndi Nita gizləndiyi yerdə hələ biraz durur qorxusundan və bir müddət sonra oradan çıxır.
Çıxdıqdan sonra o yuxarıya gedir. Çünki bilmək istəyir ki, yəni Nita əslində düşünməyib ki, yəni bu qatildir. Nita əslində o hələ düşünür ki, bu oğurçudur. O evdə nəsə oğurlayıb qaçıb. Qızın Demək heç ki, o nədən kişi xəbəri yenə yoxdur. geri dönür. Gözlə. Bu içindəki heyecanı yaşa Günel. Mən yaşadım, sən də yaşa. Nita yuxarı çıxır və bilmək istəyir ki, o oğru nələr oğurlayıb. Yuxarı çatanda Karen, yəni ki, başqa bir ev yoldaşı Karen Chandler ilə rastlaşır. Amma Karen fərqli görsənir. Yəni ki, həmişə Nita'nın tanıdığı Karen kimi görsənmir. Birdən daha yaxına doğru gedir və görür ki, Karen'ın başı yaralıdır və hər yeri qan içindədir. Nita tez kömək çağırır, polisə xəbər edir və digər ev yoldaşlarından kömək istəmək məqsədi ilə digər otaqlara girir. Və orada görür ki, yatağın üzərində digər ev yoldaşları qan içində yatır və artıq digər otaqlara girməkdən qorxur. Polis gələndə artıq məlum olur ki, o evdə o axşam 2 qadın ölüb, 2 qadın isə dərin yaralarla həyatda qalmağa çalışır. O vaxtda hələ digər polislər və Nita'nın o gün baş verən digər hadisələrdən xəbəri yoxdur. Bunu eləyən təbii ki, Teddir. Otaqdan otağa girib və özünü itirmişdi. Yəni ki, Ted əslində qurbanları ilə vaxt keçirməyi çox sevir. Onlarla vaxt keçirsin, təcavüz eləsin, işgəncə yaratsın, öldürsün. Yəni ki, bu Tedin çox xoşuna gəlir əslində. Amma Ted o içində tutduğu vəhşiliyi bir an sərbəst buraxıb və o 15 dəqiqə ərzində bu vəhşilikdən sonra insan düşünər ki, tamam, Ted artıq sakitləşib və bitdi. Amma əslində bitməyib. O həmin gecə başqa bir tələbə evinə daha girir və 2 tələbəyə daha hücum edir. Və bu 2 tələbə həyatda qalmağı bacarır yaxşı ki. Ted o gün bir tələbənin sözün əsl mənasını, başını, daha doğrusu kəlləsini parçalayıb. Bir tələbəni isə saç spreyi ilə təcavüz eləyib, təcavüzdən sonra bədənin hər yerini dişləyib, sinəsini elə bərk dişləyib ki, sinə giləsini qoparıb. Bu diş izlərini yadınızda saxlayın, çünki sonra bu çox vacib olacaq bizim üçün. Ted hələ indi 40 gündür həbsdən qaçıb. 12 yaşında bir qız Florida şəhərində itir. Qızın adı Kim. Ted bu vaxtları deyir ki, bu həyatımın ən gözəl günləri idi. Mən Florida şəhərində sahildə uzanırdım və düşünürdüm ki, mən hər şeyi bacararam. Mən həyatımın gedişatından çox razıyam. Razı olar da cəmaatı öldürüb, it günə qoyub gedib. Və polis onu hələ də düzgün tutmayıb. İndi onun son məhkəməsindən sonra indi dokumentasiyadan irəli gedirəm. Ona görə hələ demirəm. O gələndə orada bir qəşəng kommentim olacaq. Tamam. Ona da gələcək. Bu düşüncədən tam bir gün sonra polis bunu tutur. Tutulma səbəbi isə yenə bir maşın idi. Yəni ki, təsəvvür edin, ilk dəfə tutunub bir maşına görə. İkinci dəfə meşədən çıxanda maşın oğurlayıb, üçüncü dəfə tutulur yenə bir maşına görə. O bir maşını oğurlayır. Polis əslində ona ancaq daha sürətli sürməsini istəmək üçün dayandırıb. Amma polis görür ki, bu içkilidir, pis qoxu gəlir və yanında çoxlu oğurlanmış kredit kartlar var. Polis onu tutur, amma onu başqa adla tuturlar. Yəni ki, çünki bu insan özünü yenə görünüş cəhətdən o qədər çox dəyişilib ki, Ted o vaxtda deyir ki, polisdən qaçmaqdan artıq yorulmuşdum. Ted polisə deyir ki, birinə zəng eləməyimə icazə versəz, sizə əsl adımı deyəcəm. Polis məcbur qalır. Ted indi təbii ki, Lizə zəng edir. Liz deyir ki, biz danışdıqdan bir qısa müddət sonra cinayətlər barədə danışmağa başlamışıq. Bu cinayətlərə necə gəldiyimizi mən özüm belə xatırlamıram.
Amma Ted mənə deyib ki, onun içində güya qaranlıq bir ikinci varlıq var və onu həmişə ələ alır. O təhsilini davam eləyə bilmir, çünki o artıq öz davranışlarını kontrol eləyə bilmir. Ted və Lizin arasında keçən bu söhbət onların son söhbətlərindən biri olur. Ted həmçinin Lizə deyib ki, mən sənə heç vaxt təhlükə deyildim. Pis bir his keçəndə mən həmişə evi tərk edirdim ki, mən sənə və Mollyyə zərər verməyim. Sakitləşəndən sonra da evə geri qayıdırdım. Yəni başqa insanları öldürdükdən sonra. Bəli. İndi gedək final bölümə. Biz Miami məhkəməsindəyik, sonra isə Orlando məhkəməsinə keçid eləyəcəyik. Ted indi məhkəmə otağındadır və Ted özünü elə aparır ki, elə bil həyatının rolunu oynayır. Bu Amerika televizorunda göstərilən ilk məhkəmə prosesidir. Bu prosesdə iştirak eləmək üçün 5 qitədən 250 jurnalist gəlir və canlı çəkilişlər edilir. Bunu Ted bilir və bu vəziyyətdən istifadə eləmək istəyir. Nəzərə alaq Ted bütün, yəni ki, məhkəmələr bir anda baş vermir. Pillə-pillə aparılır. Ted özünü müdafiə eləyir. O əslində bir vəkil istəmir. O həmişə deyib ki, mən ancaq özümü yaxşı müdafiə edə bilərəm, başqası məni müdafiə eləyə bilməz və s. Zarafatlar eləyir. Hakimlə özünü karizmatik göstərir, kameralarla oynayır. Elə bil ki, bunların hamısı normaldır və o əslində günahsızdır, ona görə də heç nəyi ciddiyə almır. Yəni ki, rol oynayır. Bu elədikləri isə böyük səhvdir. Onun müdafiəsini eləyən vəkil ona izah eləyir ki, biraz sakit ol, biraz az danış, yəni icazə ver mən səni müdafiə edə bilim, bu elədiklərin səhvdir. Ted isə öz vəkilini canlı yayında bunun üzərində qovur. Sonra deyir ki, o mənim danışmağıma imkan vermirdi. Ona görə də məcbur qaldım, onu qovdum. Ona görə sorğu-sual üçün bir polisi çağırır. Bu polis indi orada oturub və Tedin bütün suallarına tək-tək cavab verir. Bu məhkəmə o tələbə evinə girib 2 qadını öldürüb, 2 qadını yaraladığı evdir. O Nitanın tələbə evini, bayaq dediyim. Sual verir. Sən qadınların tələbə evlərinə girən ilk polis idin? Bəli. Sən orada nə gördün? Sən o qadınları görəndə nə hiss etdin? Ölülər necə görsənirdi? Yaraları necə idi? Nə qədər qan axırdı? Kəlləsi nə vəziyyətdə idi? Nə dəxlisi? Gürurlanır da özü ilə film kimi yaşadır indi beynində və fəxr edir elədikləri ilə və bunu da başqa bir ağızdan eşitmək istəyir. Qısası bəli. Və hamı canlı yayında bütün dünya onun üz mimikasının necə dəyişildiyini görürlər. Ciddilikdən keçir və artıq eşitdiyi hər bir cümlədən həzz aldığı görülür, etirazlandığı görülür. Hamı bundan iyrənməyə başlayır və artıq bitməyini istəyir, amma o təkrar soruşur. İndi keçək o bu final bölümün ikinci hissəsinə. Bizim hakim elə də güclü hakim deyil. O hakim barədə də birazdan bir şeylər danışacağam, amma bizim bir prokurorumuz var, güclü olan biri. Yaxşı ki o var. Bu prokuror sayəsində bir çox şey aşkara çıxır. Əgər sizin yadınızdadırsa, mən sizə demişdim ki, o qadının üzərində tapılan diş izlərini yadınızda saxlayın. Bu prokuror Ted Bundy'nin dişini və qadının üzərində olan diş izlərini yaxşıca araşdırıb və baxıb. Ki bunu niyə başqası etməyib, mən anlamıram, amma okey. Və Tedin dişinin də bir problem görüb və bu çox işlərinə yaradı. Beləliklə, bu diş izləri sayəsində bu edilən hadisələrin Tedə aid olduğu sübutlanılıb. Bir sıra sübutlar verdikdən sonra 12 yargıc geri çəkilir, yəni ki, onlar bir otağa girirlər və 7 saat ərzində o otaqdan çıxmırlar.
Ted bütün elədiklərində günahkardır və o ölüm cəzasını alır. Gələk bizim hakimimizə. Hakim dediyimdə ki, mən buna hakim demərəm. Hakim özünü elə aparır ki, elə bir Tedin atasıdır. O deyir, tərcümə edirəm, cavan oğlan, özünə yaxşı bax. Mən bunu sizə ən səmimi, yəni ki, sənə ən səmimi halımla deyirəm. Özünə yaxşı bax. Bu böyük bir faciədir. Bu böyük bir insanın itkisidir. Siz savadlı, cavan bir kişisiniz və siz çox yaxşı vəkil ola bilərdiniz, amma çox istəyərdim ki, mən səninlə bir yerdə işləyim və sizin yüksəlişinizi görüm. Amma sən dostum tam fərqli yol seçdin. Mən sizə qarşı heç bir düşmənlik hissi yaşamıram. Mən istəyirəm ki, bunu biləsiz. Özünüzə yaxşı baxın, dostum. Eşitmirəm, Günay. Deyirəm ki, ölüm cəzası alır da, harasına baxsın da bundan sonra yaxşı. Mən də dedim. Yəni məsələn, təsəvvür ki, sən valideynsən, məhkəmədəsən, sənin uşağın öldürülüb və hakim o insana, katilə deyir ki, özünə yaxşı bax, sən əslində yaxşı insansan, səninlə bir yerdə işləyərdim, dostum, sən çox cavan, savadlı bir kişisən, əslində yalnızca səhv elədin də. Yəni Ted Bundy öldürüləndən sonra gedib o vəkili tutub öldürərdim, onun elədiyi amma vasitələrlə. Valideyn olsaydım. Yəni ona görə deyirəm ki, mən bu hakimə hakim demərəm. Yəni sən bu zürrə bir insana necə ola bilsin ki? Yəqin qadın düşməni idi də o hakim bir çox kişilər kimi. Ola bilsin, məsələn üçün onun videolar falan var hakim barədə. Harda ki o Carol'a baxır, amma belə sənə inanıram, sən dediklərində haqlısan kimi baxışlarla deyil, daha çox ay böyük ehtimal elə sənin öz günahın idi də ki, səni qaçırmaq istəyib. Yəni o cürə baxırdı qadınlara. Ted bütün məhkəmə qərarını heç bir mimika dəyişmədən dinləyir. Soyuqqanlılıqla qəbul edir. Bir neçə vaxtdan sonra 12 yaşlı qızın məhkəməsi baş verir. Bu məhkəmədə 100 insandan çox şahid tapılır. Ted qızla danışıb ağ maşına girildiyi görülür. Ted bilir ki, bundan qaçış yoxdur. Ona görə də bu məhkəmədə fərqli bir plan qurur. O vaxtda bir qrup yaranır, Teddən xoşlanırlar və Tedə inanıb güvənirlər. Ted bu vəziyyətdən istifadə eləyərək məhkəmə prosesində fərqli bir şou aparır. Bu qrup içində bir qadın olur, hansı ki Tedin tanıyır və onunla Crime Prevent Center-da işləyib. Qadının adı Carol. Onunla əslində o vaxta qədər yaxşı dost idilər, amma Carol Teddən əslində həmişə xoşlanırdı. Carol hətta Ted üçün Florida şəhərinə köçmüşdü bu proseslər başladığı an. Məhkəmə sırasında Ted onu sorğu-suala çağırır. Güya məqsədi odur ki, Carol hamıya göstərsin ki, Ted əslində yaxşı bir insandır. Amma bu Tedin əsl fikri deyildi. Ted Carol'a sorğu-sual əsnasında evlənmə təklifi eləyir. Və Carol bu evlənmə təklifi qəbul edir. 12 yaşlı bir qızın ölümü ilə bağlı olan bu məhkəmə birdən-birə evlilik proqramına çevrilir. Ted və Carol o məhkəmədə evlənir. Tedin əslində məqsədi odur ki, 12 yargıc ondan yazığı gəlsin və evlilik günündə ona ağır bir qərar verməsinlər. Əlbəttə bu plan işə yaramır və məhkəmənin sonunda ona yenə də ölüm cəzası verilir. Bir başqa fakt da deyim, Carol tez-tez Ted'i görünməyə çalışırdı. Böyük ehtimal o polislərdən birinə rüşvət verərək Ted'lə biraz tək vaxt keçirdi. Nəticədə Carol hamilə qalır və Ted'dən bir qız dünyaya gətirir. Qızın adı Rose Bundy olur. Qadınla Rose, yəni Rose hələ balaca olduğu vaxtlarda həmişə Ted'in arxasında dayanırdılar və onunla gözəl şəkillər çəkirdilər. Ted'in əslində vəhşi bir katil olduğunu bilməsəz, o şəkilləri görəndə siz deyirsiniz ki, bu çox gözəl, normallı bir ailədir. Rose Bundy sonradan adını isə dəyişir və bu bütün olanları unutmaq istəyir. Ted ölmədən, ölümdən qaçmaq üçün əlindən gələni eləyir.
O John Douglas-a müraciət eləyir və ona deyir ki, mən sizə seri qatillərin tapılmasında kömək eləyə bilərəm. Ted əslində ölmədən 1-2 saat əvvəl hər şeyi qəbul eləyir və o vaxta qədər hər şeyi rədd eləyirdi. O həmişə üçüncü şəxsdə danışırdı, çünki bir tərəfdən onun günahsız olduğuna, digər tərəfdən də ki, o həmişə bu ölümlər barədə danışmaq istəyirdi. Ona görə üçüncü şəxsə danışırdı. Ted ölmədən əvvəl son dəfə sorğu-sual aparanda hər şeyi qəbul eləmişdi və burada deyir ki, siz 30 qurbandan danışırsınız. Amma sizin 4 şəhərdə axtardığınız, əlbəttə bu yalan ola bilər. Bundan sonra dediklərim, Ted ölmədən əvvəl bütün detallarla hər şeyi danışırdı və deyirdi ki, əgər vaxtın varsa, bu qadınlar sənin düşüncələrində qurduğun hər şey ola bilər. O danışırdı ki, 12 qadının başını mismarla kəsmişəm və bəzilərini özümə saxlamışam. Qadınlardan bir əşya kimi danışırdı. Onların sahiblənməsindən və s. danışırdı. Onlar artıq mənim idi. Bədənləri, dəriləri, saçları, hər şey mənim idi. Yəni qurbanlar sənin olur. Onlar sənin bir parçan olur və siz sonsuza qədər bir olursunuz. Öldüyü yer sənin üçün müqəddəs torpaq olur. Orada hər gedəndə yenidən xatırlayırsan, hər şeyi təzədən yaşayırsan. Ted düşünürdü ki, bu üsulla onu öldürməzlər. Bəlkə də daha çox informasiya almaq üçün onu həyatda saxlayarlar və onu üzərində araşdırma apararlar, amma Tedin heç bir planı heç vaxt tutmayıb. Ölmədən əvvəl bir jurnalistlə bir reportaj apara bilərdi və bunun üçün də o xüsusilə bir jurnalist çağırır. Adı James Dobson idi. James psixoloqdur və o Focus and the Family cəmiyyətini qurub. James tanınmış bir pornografiya düşmanıdır və indi bu jurnalistə deyir ki, mən cavan yaşlarda pornoya baxırdım və bu mənim psixologiyamı pozub və mən içimdə etirazı dayandıra bilmirdim. Ona görə də mən belə oldum. Hər şey media və porno firmaların günahıdır. Mənim heç bir günahım yoxdur. Ted düşünürdü ki, bunları James'ə desə, James bunun ölümünə qarşı çıxar və ona kömək edər, amma bu da işə yaramadı. Ted Bundy bir sosiopatdır, bir psixopatdır, narsistdir və buna görə də cinayətləri törədib və bu cinayətləri törədərkən heç bir şey hiss etməyib. Ted Bundy 24 yanvar 1989-cu ildə ölüm yoluna girir və 42 yaşında ölür. Həbsxananın önündə və ona davam etmədən qısa deyim, onu ölüm cəzasına aparanda bir məhbusu onun türklər demiş ki, mabadına pambıq soxuşdururdular və ona soxuşduranda belə demişdi bir polis, nə xoşuna gəldi deyəsən. Hə, soğa-soğa da davam eləmişdi. O da o pambıqları görəndə soruşmuşdu ki, bununla nə edəcəksiniz? Onlar da dedi, çək şalvarını aşağı göstərəcəyik, nə edəcəyik. Orada nə yağ kimi getdi. Yağ kimi. Demək, cəb oldu sən. Pambıq hələ azdı. Pambıq nədir? O qadınların içinə nələr soxurdu. O şükür eləsin ki, pambıq soxublar. Həbsxananın önündə təxminən 2000 insan onun ölüm xəbərini gözləyir. Polis çıxıb Ted Bundy rəsmi olaraq ölüb deyəndə bütün insanlar əl çalıb, sevincindən qışqırırdılar, oxuyurdular, rəqs eləyirdilər, hətta fişək belə havaya uçururdular. O günü insanlar rəsmi şənlik günü kimi qeyd elədilər. Ted Bundy'nin son arzusu olur, onun külünü Seattle şəhərinin şərqinə sərpilməsi onun son arzusuydu. Təəssüf ki, bu arzusu yerinə yetirilir. Əgər yadınızdadırsa, Ted Bundy'nin ilk qurbanı elə Seattle şəhərində idi. Mən tualetdən aşağı verərdim.
Mən ziblə atardım, yəni. Nə edəcəm mən? Kanalizasiyalıqdır onun ki, Kanalizasiya. onun son arzusu girsin Yəni bir tərəflərlə. onun son arzusunu kim qəbul edib heç bilmək istəmirəm, amma edilib. Yəqin arvadı. Ted Bundy'dən bu qədər. Məncə biz bu insan da demək istəmirəm. Bu varlıq barədə kifayət qədər danışdıq. Təəssüf ki, bir seri katil daha var. Onun adını indi demək istəmirəm. Orada da qısa bir rol oynayacaq Ted Bundy təəssüf ki, amma o bugünlük bitdi. Yəni Ted Bundy uzun bir müddət dilimizə artıq gəlməyəcək. Günay bayaq gözəl bir film, daha doğrusu dokumentasiya tövsiyə elədi Amazon Prime-da. Əgər Netflix-iniz varsa, Netflix-ə girin. Orada da Ted Bundy filmi var. Zac Efron başrolda oynayır və təkrar deyirəm, bu yalnızca filmdir, həqiqət elə deyildi. Həqiqəti Elizabethin əsl həyatını bilmək istəyən gedib kitab oxusun. Gecəniz xeyir. Hələlik. Hələlik.